Beyləqan rayonunda yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olan 17 yaşlı Quluzadə həbs edilir. Quluzadə Cinayət Məcəlləsinin 152.1 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma maddəsi ilə təqsirli bilinib, rayon məhkəməsinin hökmü ilə ona 1 il həbs cəzası verilib. İstintaq müddətində polisin nəzarəti altında olan gənc məhkəmə zalında qandallanıb. Bildirilib ki, hadisə rayonun kəndlərindən birində baş verib. Quluzadə sosial şəbəkə vasitəsilə tanış olduğu məktəbli qızla onların evinin yaxınlığında görüşərək əxlaqsız hərəkətlər edib. Hadisənin üstü açılandan sonra yeniyetmə qız evdən qaçaraq Bakıya gəlib. O, paytaxta gəldikdən sonra köməksiz vəziyyətdə olduğunu hiss edərək metronun 20 yanvar stansiyası yaxınlığındakı gözəllik salonuna daxil olub. Salonun sahibi olan qadın oraya gələn qızın evdən qaçdığını öyrəndikdən sonra onu öz maşını ilə Beyləqana apararaq ailəsinə təhvil verir. Bundan sonra yeniyetməyə qarşı əxlaqsız hərəkətlər etmiş oğlan barəsində polis tərəfindən cinayət işi açılıb. Ümumiyyətlə, bu kimi hallar son vaxtlar tez-tez baş verir və artıq bu həm də bir işarədir ki, məsələn, evdən 13, 14, 15 yaşlı qız qaçırsa, demək ki, belə halların da, belə hadisələrin də baş vermə ehtimalı var və xatırlayırsınızsa, bir neçə gün öncə elə yayımlarımızın birində də qeyd eləmişdim, övladlarınıza mobil telefon alıb verirsinizsə, mütləq ki, onları hansısa bəhanə ilə, bəhanəsiz fərqi yoxdur, amma tez-tez, necə deyirlər, araşdırın, yoxlayın, görün, nə iş görürlər, yəni ki, belə deyək, uşağa telefon aldım, verdim və ondan da özür bilər. Xeyr, bu tamamilə yanlışdır. Yəni, sosial şəbəkəyə necə daxil olurlar? Təbii ki, mobil telefonla, digər məişət cihazları ilə, belə deyək, sosial şəbəkəyə daxil olmaq olmur. O baxımdan da hesab edirəm ki, övladlarına telefon alıb vermiş hər bir valideyn onu nəzarətdə saxlamalıdır.